Quranda körpə uşaq evliliyi, Talaq surəsindəki qeyri-insani cümlə və onun etik təhlili, insanlıq və vicdanla ziddiyyət. Bu ifadə sadəcə etik və insani deyil, həm də cəmiyyəti zəhərləyən bir virus kimidir. Kiçik yaşlı uşaqların belə bir kontekstdə adının hallanması cəmiyyətdə ən böyük insanlıq faciəsidir. Bu cür anlayışlar insanların vicdanını öldürür, ruhlarını korlayır. Uşaqların hüquqları, onların bədənləri üzərində hüquqsuzluq tətbiq edənlər üçün sadəcə bir sahədir. Amma onların şəxsiyyətləri və həyatları isə daşlaşmış qanunlardan daha dəyərlidir. Uşaq istismarı adına dini həqiqət uydurmaq. Bu cür ayələrə, xüsusilə uşaq evliliklərinə əsaslanmaq, dini və mənəvi adlarla örtülmüş bir insanlıq cinayətidir. Bu, olmayan bir tanrı adına edilən uşaq zorakılığıdır. Bu mövzunun dini və ya mənəvi bəraəti yoxdur. Kim bu cür ayələrin müdafiəsini edir, o insanlıqdan məhrum olmuş bir varlıqdır. Bir insanın öz dini inanclarını başqa insanlara zülm və istismar vasitəsi kimi tətbiq etməsi hər hansı bir səbəbə görə qəbul edilə bilməz. Uşaqların həyatını məhv edən bir qanun. Bu ifadə uşaqlara dair cəmiyyətin ən fundamental dəyərlərini məhv edir. Əgər bir cəmiyyət bu cür praktikaları qəbul edirsə, bu artıq həmin cəmiyyətin mədəniyyətdən uzaq, barbar bir dövrə geri dönməsi deməkdir. Bu, uşaqlara qarşı ən çirkin cinayətlərdən biridir və sadəcə bu cür mövzulara göz yummamaq deyil, onları cəmiyyətin hər tərəfdən təmizləmək lazımdır. Bu bir müharibədir, amma düşmən insanlıqdır. Bütün insanlıq adına utanc. Bu cür ifadələrin olduğu bir sistemin içində yaşamaq, insanlıq adına böyük bir utancdır. Hər bir uşaq, onun iradəsindən asılı olmayaraq, öz bədəninə sahibdir. Onun həyatına da heç kim qərar verə bilməz. Bu cür ifadələrin bir dini qanun adı altında qəbul edilməsi, sadəcə təhqir deyil, həm də uşaqlara qarşı edilən ən böyük təhqirdir. Bu, uşaqları insanların deyil, əşyaların statusuna endirən, cəmiyyətin insanlıq və hüquqdan uzaqlaşmasına səbəb olan bir yanaşmadır. 5. Cəmiyyətin bədənini və ruhunu məhv edən bir xəstəlik. Bu ayə cəmiyyəti insanlığın ən pis vəziyyətinə çevirir. Uşaqların hüquqlarını pozan, onları insan saymayan, onları sadəcə bioloji obyekt kimi görən bir cəmiyyət yaradır. Bu cəmiyyəti uşaq istismarına, insan həyatını və dəyərlərini alçaltmağa məcbur edən bir xəstəlikdir. Bu xəstəlik cəmiyyətin ruhunu yeyir, gələcəyini məhv edir. Bu ayə bütün dünyaya uşaq istismarı və insan hüquqlarını tapdalamağın mütləq bir haqq olduğunu göstərməyə çalışır. Amma biz buna qarşı dayanmalıyıq. Son nəticə, bu cür ifadələr cəmiyyətin ruhunu çürüdür, hüquqları tapdalayır və insanlığı alçaldır. Bu sadəcə bir dini öğüt deyil, bütün insanlıq adına utanc verici bir zorakılıqdır. Uşaq evliliyi və istismarı heç bir zaman heç bir səbəblə haqlı ola bilməz. Uşaqlar, onların təhsil hüquqları, bədənlərinin toxunulmazlığı və azad iradələri ilə müqəddəsdir. Bunları qorumaq hər birimizin borcudur.